ABŞ-nin vitse-prezidenti James David Vance'in Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dair ortaq öhdəliyi bir daha təsdiqləyir. Bu son illərdə ölkəmizə həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla ABŞ-Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir. Azərbaycanla Birləşmiş deməli ştatlar arasında hesab edirəm ki, əlaqələr yüksələn xəttlər inkişaf edir, çox yaxşı inkişaf edir. Cənab Trumpın Azərbaycana münasibətindən çıxış eləyərək və bizim möhtərəm prezidentimizə olan o isti münasibətindən, dostcasına münasibətindən çıxış eləyərək deyə bilərəm ki, Vance'in Azərbaycana səfəri çox faydalı olacaq. Bu təsəvvür eləyin ki, axırıncı dəfə Azərbaycanda 2008-ci ildə səhv eləmirəmsə Dick Cheney olubdu, ABŞ-ın vitse-prezidenti və ondan sonra vitse-prezident səviyyəsində Azərbaycana səfər olunur. Bu əlbəttə öz-özlüyündə çox mühüm bir addımdır. Və nəzərə alın ki, möhtərəm cənab prezidentin təbiri ilə desək, dünyanın bir nömrəli ofisinin ikinci adamı Vaşinqtondan Azərbaycana səfər eləyir və bu münasibətlərin çözülməsində bizə yardımcı olur, dəstək olur. Və güman edirəm ki, nəinki bu sahədə, ümumiyyətlə digər sahələrdə də Birləşmiş Ştatlarla Azərbaycan arasında bax bu mövcud olan münasibətlər bundan sonra həm iqtisadi, siyasi və digər humanitar münasibətlər bundan sonra da inkişaf eləyəcək. Vance'in Ermənistana və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də beynəlxalq sülh və difah naminə Trump marşrutu təşəbbüsünün təşviqinə yönəlib. Bu ərəfədə Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Görüşdə aparıcı şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. Qarşılıqlı səfərlər və görüşlərdə verilən mesajlar ABŞ-nin region ölkələri ilə uzun müddətli əməkdaşlıqda maraqlı olduğunu göstərir. ABŞ-nin aparıcı 31 şirkətindən 60 nəfərdən çox nümayəndə heyətinin ölkəmizə səfəri və ölkə rəhbərliyi səviyyəsində müzakirələrin aparılması Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin uzunmüddətli perspektivlərindən xəbər verir. Bütün bunlar onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar artıq Azərbaycanla əməkdaşlıqda çox böyük maraq göstərir, biz də maraq göstəririk və güman edirəm ki, bundan sonra münasibətlər tam səhmana düşəcək və dünyanın, yenə deyirəm, super dövləti ilə Azərbaycan arasında bu münasibətlərin belə intişar tapması, belə inkişaf eləməsi əlbəttə bizi çox sevindirir. Xatırladaq ki, 8 avqust Vaşinqton sammiti Ermənistan-Azərbaycan sülh prosesini mücərrəd diplomatiyadan konkret icra edilə bilən öhdəliklərə çevirdi. Siyasətçilərin fikrincə, cari proseslər onu göstərir ki, Cənubi Qafqaz artıq ABŞ xarici siyasətinin periferiyasında deyil, o daha çox mərkəzi yer tutur. Donald Trump'ın hakimiyyəti gəlməsindən sonra Azərbaycan-ABŞ əlaqələri uğurla inkişaf edir. Son 6 ayda Prezident İlham Əliyevin ABŞ prezidenti ilə bir neçə dəfə görüşməsi iki tərəfli münasibətlərimizin tarixində ilk nümunədir. Ötən dövr ərzində bilirsiniz ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla münasibətdə öz mövqeyini yalnız ritorikada saxlamayıb. Məsələn, cənab Trump öz çıxışlarında, həmçinin sosial mediada Azərbaycan prezidentinə 15 dəfə ayrı-ayrı müstəvilərdə təşəkkürünü bildirib, onu qlobal lider qismində bir daha rolunu, mövqeyini xüsusilə ifadə edib. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri isə əlbəttə ki, bu iradənin davamıdır. Bu, Azərbaycanın bütövlükdə regiona gətirdiyi yeni reallıqların təntənəsi hesab olunmalıdır. Sevindirici hal odur ki, artıq okeanın o tayından Azərbaycana Soros ideyalarını daşıyan missionerləri yox, ciddi investisiya imkanlarına malik olan şirkətlərin nümayəndələri, o cümlədən bu iradəni dəstəkləyən ABŞ-ın mövcud hakimiyyətinin ən yüksək rütbəli dövlət və hökumət rəsmiləri, o cümlədən də Amerika Birləşmiş Ştatlarında ikinci şəxs olan vitse-prezident gəlişi ilə bu siyasət davam edir. Əlbəttə, bu siyasət bölgədə yeni bir ab-hava yaradacaq, ABŞ-Azərbaycan münasibətləri üçün yeni bir mərhələ olacaq. Azərbaycan prezidenti ilə ABŞ prezidentinin ortaya qoyduğu iradə fonunda həmin iradənin icrası, o cümlədən strateji müttəfiqliyə münasibətlərimizin yüksəldilməsi istiqamətində yeni bir mərhələ olacaq. Artıq bu reallıqdır ki, regionda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür. Bu baxımdan dünyanın super gücü və bir nömrəli dövləti də bunu dəqiqliklə bilir, yüksək qiymətləndirir və Azərbaycanla uzun müddətli iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Turab Hacızadə, Atabey Səyyad, İlkin Eylazov, NTV Xəbər.